Duvanda gəzdik, tozduq, əyləndik. İndi gedirik, yolumuz Tivatadır. Bəli, Tivata gedir. Tivat yolu yarı hissəsi arası bir 10 dəqiqəlik hissəsi təmirdədir. İnanıram, tez şəkildə bitərdir. Çox uzun çəkəndir. Amma yol gedir. Yüngül probkadır. Tünd Ama deyil. da probka demək olmaz məncə. Çünki Montava yol var biraz və o da 10 dəqiqəlik məsafədir. Ümumilikdə bir 2 kilometr məsafə. yəni bu Duvadan Tivata yəni kilometr yox, dəqiqə deyim də 20 dəqiqəlik yol məsafədir. İndi bizdə probka var idi deyə tıxac. 40 dəqiqə göstərir çatmamızı. 20 dəqiqə artıq gedir. Gedirik görək. Tivatda ən çox məşhur olan yer Porto Montedir. Turistlərin diqqətini daha çox çəkir. Biri mən görmüşəm, xoşum gəlib, istəyirəm gedim görüm. Orada qiymətlər bir tık yüksəkdir. Digər yerlərə baxanda. Bu Duvada məsələn qiymətlər yaxşıdır. Yəni münasib idi mənə görə. Bizim olduğumuz otel ərazisində Sveti Stefanda orada qiymətlər çox-çox yüksəkdir. Yəni bizi açmaqda nə yalan deyim. Bir dənə çörək. Montenegronun ən bahalı yeri demək olar. Bir dənə çörək yəni 2 neçəsə sent idi də. Yəni ondan 2 idi. Yəni ona aşağı yox idi. 5 manat. Amma biz burada baxdıq, Budvada daha doğrusu. Yəni orada 39 senti də vardı, 70'i də vardı, nə bilim. Yəni qiymətlər cürbəcür idi. İstədiyin hər qiymətə tapa bilirdin. Əsas da bunlarda ən çox yayılmış market Indian marketdir. Bir də ki, yəni qiyməti münasib olan. Yəni bizim ova kimi də belə düşünək. Yəni qiyməti münasibdir. Qiyməti münasibdir. Yəni daha çox məsləhət görürəm ekonom gəlmək istəyənlər üçün. Azərbaycandan özü üçün misal mövsüm meyvələrindən gətirə bilər özü ilə daimi atışdırmalı bir şey olsun. Çünki 50 20 kilo adam başı götürmək olur. Yəni ona hamısını paltar qoymağa o qədər də şey deyil. Meyvə gətirə bilərsən, başınızı yuvarı qatmağa. Gündəlikdəki yemək pizza, belə restoranda otursanız adam başı hardasa bir 20-25 euro xərciniz çıxar, amma üstü atışdırmalıqlar neysə yemək istəyirsinizsə, o 2 nəfərə 20 euroya da əldə etmək olur. Bəlkə daha ucuz. 15 euro. Biz məsələn adi Budvada aldıq. 2 pizzaya 8-7 euro verdik. Necə 6? 2 pizzaya. 2 pizzaya 7 euro verdik, amma yəni ki dəyərdir o pizzaya. Yəni o pizzanı Bakıda yesəniz bəlkə, yəni ölçüsü də böyükdür. Belə deyim də, Papa John's'un mini pizzası belə deyək. Mini pizzası minidən biraz daha böyükdür. Ondan da o da superdir. Yəni ki, yəndə istəyirsiniz ki pizza pendiri yeyirsiniz, mozzarella pendiri yeyirsiniz. Maşında bu arada kimdən götürmüşük, belə deyim. Yaşar idi də, Yaşar. Yaşar. Türk var, bir dənə Yaşar. Onu da internetdən tapdım mən. Çox gözəl insandır. Mən ona zəng etdim birbaşa. Heç gözləmirdim Türk olduğunu, heç bilmirdim. Prosto nömrə idi, yığdım. Bu çıxdı. Çox gözəl münasibət göstərdi, yəni çox xoş danışdı. Çox xoş oldu mənə də onu tanımaq. Maşını da ucuz qiymətə verir. Mənim əsas müştərilərim elə Azərbaycanlılardır. Ən çox Azərbaycanlılar olur. Avtomobil götürənlər. Sezona görə dəyişir. Havalar soyuyan vaxtı gəlsən, mən sənə lap münasib qiymətə verərəm avtomobili. Qəşəng istirahət edərsən burada. Onun deyim, qışda da gözəl olur buralar. Qışda da qəşəng olur, yayda amma daha yaxşıdır dənizinə görə əsasən də. Ən çox rentekarlar biraz çox bahalı olur. Rentekarlar mən neçəsindən maraqlandım, 500-600 euro depozit istəyir. Yəni ki, o da Deymuru boyda pul verməyə, depozitdə saxlamalar. Yəni ki, sağ olsun bu Yaşar. Çox münasib qiymətə elə maşın icarə pulunu aldı. Yəni başqa bir ödəniş, depozit, benzindəki nə götürmüsən o qaydada qaytarırsan. Tonluqsa tonluğa.
yarı vaxtsa yarı vaxt, bir xətdirsə bir xət. Yəni məndə çox azdır. Mənə də götürən kimi məcbur yanacaq vurmalı oldum. İndi yanacaq da 20 avrolu vurmuşam. Yəni istifadə edirəm də 4 gün maşın məndə olacaq. Ora kimi bəs edər. Ən sonunda bir xət saxlayırıq. Sağ olsun, Yaşar çox gözəl münasibət göstərdi. Yəni xoş özdə hər dəqiqə maraqlı olur, yer ki, nəsə bir çətinliyiniz, bilmədiyiniz, nəsə bir yol, nəsə göy olsanız, çətin bir momentiniz olsa, yəni problem yoxdur, yığın hər dəqiqə məni, özdə zəng edin maraqlanır. Sağ olsun.